Xanım Rüqəyyə 3 dəfə durdu ayağa, başı gicəldi, düşdü yerə. Əlin qoydu yüzünə. Xanım Rüqəyyə əlin qoydu yüzünə. Dedi əmmə. Dedi əmmə yüzümə. Dayan, dedi əmmə. Dedi əmmə yüzümə. Dəstəsidən kökünə kim. İndi bildim nənəmə zillidə yerdən əcək. Mən də Kərbəla gördüm istəyir. Ürəyin yansın məni də duvarı. Mərhum Əmər söz yazmayıb ki, acı nəqqaşçılıq eləyibdi. Rüqəyyənin öz dilicəndi. Deyir, eller köçəndə ellərimə ağlayın mənim. Sümbül görəndə tellərimə ağlayın mənim. Quş can verəndə əskərimi yad üzə salın. Ahu görəndə əkbərimə ağlayım. Ah. Xudaya bir dənə dua. Xudaya səni yandı verirəm Zeynəbin o axirin ləhzələrin. Dedi üzən can verirəm 7 qardaşdan biri başımın üstünədir. Xanım deyir, 3 kəsi gördü ölən vaxtidə dünyada gözüm. Amma desən, 3 kəsi gördü ölən vaxtidə dünyada gözüm. Yandırar qəlbi üzəncilərin iskildi sözüm. Kim idi xanım? Bir Rüqəyyə idi, nənəm Fatimə, bir də mən özüm. Hey dönüb sağı sola, bu sözü birbaş demişik. Can verəndə üçümüz də elə qardaş demişik. Ya sen Xudaya səni yandı verəm Zeynəbin ehtiramına. Bugün bu rəcəm olanları Zeynəb əlinə nəli boş yola salma. Xudaya mənə amin demişsən. Gör nə qədər eşqim var ağanın hərəminə. Xudaya səni yandı verəm Əbəlfəz ağanın o oxtəyən gözünün ehtiramına. O gün də işarə elədim. Xudaya səni yandı verəm ağanın o alatına. Bu cəmə tezlicən Kərbəlanı nəsib elə. İsticə